olsun. Əziz məclis iştirakçıları, əziz həmkətlilər, əlbəttə ki, bugün buraya yığışarkən ilk ziyarət elədiyimiz, yad elədiyimiz əlbəttə müqəddəs şəhidlərimiz oldu. Bir daha dönə-dönə, əlbəttə hər an, hər məqamda şəhidlərimizin xatirəsini əziz tuturuq. Onların ruhları qarşısında baş əyirik, əzizlərinə, yaxınlarına səbir diləyirik və biz bu məqama, bu ana gəlib çatmağımızın əlbəttə ki, birinci səbəbkarı, birinci o əziyyəti, zəhməti daşıyanlar əlbəttə bizim şəhidlərimizdir. Mən istərdim ki, elə məclisimizdə şəhid ailələrinin nümayəndələri iştirak edir. Hamısı bura cəm olsun. Həm video kameradan yaddaşına yazılsın, həm də hər bir neçə kəlmə ürək sözlərini desin. Sonra bir musiqi səslənsin və məclisimiz davam eləsin. Buyurun, şəhid ailələrinin nümayəndələrini dəvət edirəm bura. Məşədə var. Gəlib bura. Xahiş edirəm, şəhid ailələrinin üzvləri bura buyursunlar. Böyle durasınız, sonra da oynayacağız, başka bir şey yok. Burada durun. Sonra kim kaldı? Kurtlar sağ olun. Sonra kim kaldı? Məşədə buyurarsan bura. Sağ ol, sağ ol. Bir. Yine qeyd eləmək istəyirəm ki, şəhidlər bizim başdır. Şəhidlərimizə minnəttarıq. Onların əzizlərinə minnəttarıq. Və bu gözəl günü bizə onlar bəxş ediblər. Öz qanları və canları ilə. Bir daha məkanları cənnət, ruhları şad olsun deyib və istərdik ki, elə şəhid ailələrinin üzvləri də burada bir neçə kəlmə. Kimdən başlayaq? Ümmət ay səndən. Hüsam Bəşir. Buyur. Çok sağ olun ki bana söz verdiniz. Benim çoktan da arzum kendimize qayıtmağa. İndiyə kadar gelmişim, ziyaret eləmişim şehitlerimizin hamısını. Allah rahmet eylesin şehitlerimize. Devlet başçısı Cenab İlham Əliyevə Allah kömək olsun. Allah ömrünü uzun eləsin. Bizim üstümüzden her şey olmasın. Ben ne diyelim? Qayıdaq, Allah eləsin. Qabaqda yazılan biz kendimize qayıdırıq söhbətini həmişə yadımda qalacaq. Özdə Allah qoysa qayıdacağıq. Çok sağ olun. İnşallah. Yaxın tut. Qoy tutar. Tutarsan deyil. Yok, elime bir. Hə, yaxın. Hə, deyil, yaxın. Yani tarıktım. Yaxın tut. Çok sağ olun. Bu mikrofonu benim elime verdiğiniz için çok sağ olun, minnettarım size. Hamınızda uzun ömürler şadlığıyla yaşamak zadını ben arzu ediyorum, özüm size niye gelip derim.
Allah Teala bizim üstümüzde neyse eləməsin sizi. Bize her vakti yada salıp bizim şehidimizi yad ediyorsunuz. Ben şehidimin üstüne gelende birinci defa çok yarıktım. Çok ağladım, sıkkadım. Sonra bir şiir yadıma düştü. Onu dedim. Dedim ki ay doğdu. Ay doğdu bala. Şad olsun. Gün doğsun, şad olsun. Şad olsun den. Derim ki ay bala senin kardeşinin balaları, kendimizin sahırları, hamısı seni yad elədi, seni azad elədi, kanını yerden götürdüler, seni yaxşı karşıladılar. Sağ olsun hamısı. Ben deyirim ki bizim aile başımız, aile komandırımızı İlham Əliyev çok sağ olsun ki bu mərəkəni bak bura yığılan şeyi təşkil eləyəndə bu oğlanda bana başına dönüm. Dedim ay doğdu, yaxtalandı, gün doğdu. Bala senin kanını yerden götürdüler, senin de yüreğin şad olsun, günü günden şad yaşa. Şad yaşa. Sağ olun. Sağ olun. Sağ olun. Tanışmayalım bile. Sen bilirsin. Detmelim çok sağ olun. Allah razı olsun. Bu tedbiri kim teşkil edip Allah razı olsun. Çok sağ olun. Elimiz ovamıza, elinde obasında salamlayıram. Allah köməyiniz olsun. Allah bu birliği bizim elimizden almasın. Allah bütün şehitlerimize rahmet eylesin. Yerleri cennetli olsun. Allah onlara xatir bize rəhm eylesin. Çok sağ olun. Sağ olun. Ben de ilk növbədə sizə minnətdaram ki, bu imkanı verirsiniz ki, mən də ürək sözlərimi deyəm, bir şəhid qardaş kimi. Allah bir ilk növbədə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün ziyarət elədiklərimiz də, eləmədiklərimiz də qəlbimizdə həmişə yaşayacaq. Hamısına Allah rəhmət etsin. Bundan bura yığışmaqda, bu tədbiri təşkil eləməkdə hər bir əziyyəti olan hər bir şəxsə minnətdarlığımı bildirirəm. Eyni zamanda bu məclisi gözəlləşdirən sizlərsiniz ki, gəlib iştirak eləmişsiniz, bizim yanımızdasınız, bizim arxamızdasınız. Demək, gələcəkdə də nələr eləyə bilərik, hər şey eləyə bilərik. Mən hamının əvəzindən birinci növbədə Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Allahdan ona dua eləyək ki, Allah onun canını sağ eləsin. Onun düzgün siyasəti nəticəsində müharibə tez bir zamanda qutardı, az itki ilə qutardı. İnşallah bir daha müharibə olmasın. Biz şəhid verməyək. Buradakı görülürkən bütün cavanların ancaq toylarına yığışaq. Rəhmətə gedən hər bir şəhidin biri ölərsə mini dirirlər. Allah onların ruhunu şad eləsin. Yerləri cənnət donsuz da yenə də cənnət eləsin. Sağ olun, minnəttar. Allah rəhmət eləsin Allah. Ölenlerimizde rəhmət eləsin. Çok sağ olun, Allah hamınızı korusun. Bugün hamı sevinçlidir ama biz daha sevinçliyiz, daha gururluyuz. Şəhidlərimizin nigaran ruhu sakitliyinə qovuşsun. Biz elimize, babamıza qayıtmışıq. Bu işi təşkil edənlərin hamısından Allah razı olsun. Minnətdarım, çox sağ olun. Çox sağ olun Hidayət müəllim. Allah sizə can sağlığı versin. Allah bu tədbirdə əziyyət olan hər bir kəsdən razı olsun. Hidayət müəllim, sizin həmişə şəhidlərə dəyər verirsiniz. Şəxsən mən Turala həmişə siz dəyər verib şeirlər yazmısınız. Həmişə mən sizə duacıyam. Allah sizi qorusun. Allah bu tədbirdə də kimin əziyyəti var, Allah canı sağ eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sağ ol, sağ ol. Hoş gelmişik hamımız elimize, ovamıza. Bu işi təşkil edenler Allah canını sağ eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu qədər, mən çox inşallah. Ben bütün Veysel cemaatini salamlayıram.
Mən çox şadam ki, hamı bugün bizim səsimizə səs verdi, yığıldılar, gəldilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Elimizin birliğini Allah bizim əlimizdən almasın. Allah Veysəli cəmaatına dayaq dursun. Onlar hamısı buradadılar. Mən Hidayət müəllim, bu işi mən başlatmışdım. Çox sevinirəm ki, bugün hamısı yanımdadır, hamınız yanımdasınız. Burada dəli kimi gəlib konsert verib gedəcəkdim yəni. Heç kəs gəlməsə də. Yəni mən çox şadam ki, hamı buradadır. Bir olaq, fikir olaq, həmişə. Valla lap belə yeri gəlsə, desələr ki, filan işi görürük, orada bir 5 manat, 3 manat, heç kəs orada qıymamazlıq eləməsin. Hamı kömək eləsin. Kömək eləsin niyə? Çünki özümüzə eləyirik də, hamı gəldi Veysəlini gördü. Veysəlidə bizə qəbristanlıq bizə qalıb. Başqa hər yeri, yəni, nə bilim, kariyer, mariyer. Yəni, çox xahiş edirəm, hər işdə bizə kömək durun, su çəkək, nə bilim, gələn qonaqlara əyləşmək üçün bisetka quraq. Allah sizlərə dəyməsin ki, siz də yaxşı, çox gözəl iştirak elədiniz. Çox sağ olun. Allah şəhidlərimizə yenə də rəhmət eləsin, var olun. Siz də sağ olun, Allah razı olsun. Sağ olun, əlbəttə şəhidlərimizin məkanları cənnət olsun, ruhları şad olsun. Əlbəttə bu ideya ortaya çıxanda Elçin müəllim dediyi bir məsləhətləşdik. Yəni bir məsələ vardı, bir narahatlıq vardı. Görəsən el oba səsə səs verib cəm ola biləcəyimi? Şükürlər olsun ki, bir daha göstərdik ki, biz el oba olaraq cəm olmağı bacarırıq. Hər bir işin ötəsindən gəlməyi bacarırıq. Düzdür, 5 il müddətində burada müəyyən işlər, dövlət səviyyəsində işlər aparılıbdır. Amma bizim qayıdışımız, bax o yolda duran o bir nəfər var orada, bizi elə salamlayır, yola salır. O gördü ki, bu kəndin sahibləri çoxdur. Hə, gələndə gördü ki, bu kənd sahibsiz deyil və bu kəndin sahibləri öz kəndlərinə qayıdırlar. Allah hər birinizi var etsin. Bax, burada körpə balalarımız var. Bunlar gəldilər, elimizlə, obamızla, yurdumuzla, yuvamızla tanış oldular. Və bu yerdə, bu yurtda, bu yuvada əlbəttə onlar məskən salacaqlar, qrup yaradacaqlar. Artacağız, çoxalacağıq. Bayaq dediyimiz kimi ocağımız daimi yanar olacaq, suyumuz daim axar olacaqdır. Xahiş edirəm, şəhid ailələrinin üzvləri də, mən bir məclisdə də gördüm, bəzən çəkinirlər, amma bəlkə də qol qaldırıb burada bir oynamaq elə o şəhidlərimizin ruhunun da şad olmasıdır. Mən elə qəbul edirəm. Ona görə xahiş edirəm ki, hər biriniz burada bir qol qaldırıb, bir məclisimizə bir ruh verəsiniz, güc verəsiniz. Buyurun. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan seni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni.
Basam dağlara gül Susanlar yandan, yansan
Bir. Ağzından öğretilen var. Cehenneme sağlığını da söyleyeyim diye. Sesini zaten çalabilirsin. Ha, ver bak şey, nerede? Yok. Bir tane ya. Ben buradan Veterine verdiler şeyden. Hem ne atasıyla? Gedəndə cavandım, ayırdım yuvam. İndi huzuruna qoca gəlmişəm. Başım aşağı idi, dilimdə gödək. Qaldırıb başımı, uca gəlmişəm. Gəlmişəm qoxlayam gözəl ətrini. Deyəm ki tutmuşam əziz xətrini. Aç başım üstünə qayğı çətrini. Sanki ziyarətə haca gəlmişəm. Unutmaram heç vaxt ağrı acımı. İtirmişəm neçə qardaş bacımı. Oğullar qaytardı bu yurt tacımı. Mən şahlar şahıyam, taca gəlmişəm. Gedəndə cavandım, ayırdım yuvam. İndi huzuruna qoca gəlmişəm. Başım aşağı idi, dilimdə gödək. Qaldırıb başımı, uca gəlmişəm. Əzizlərimiz, bugünkü məclisimizdə qazilərimiz də iştirak edirlər. Mən əziz, hörmətli qazilərimizi meydana dəvət edirəm, mikrofona dəvət edirəm. Onların da ürək sözlərini, arzularını dinləyək, bir gözəl ifi ilə məclisimizi davam elətdirək. Buyursunlar, mən indi ad-bad saymağa qeyrət yaxınlaş. Kim var? Ramil, Bəşir, Zinəddin, İslam, İlkin. Burada kimlər varsa xahiş edirəm, buyurun məclisə. Afər. Sonra